Salam əziz izləyicilər, nitq hissələrinin morfoloji xüsusiyyətləri bölməsindən son 53 testin izahını verməyə çalışaq. Başlayaq 101-ci testdən. Artıq mən təbii ki sənin əlindəyəm cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bizdən səhv istəyir. Artıq ədatdır, cümlənin təsir gücünü artırır. Bəli, qüvvətləndirici ədatdır. Mən şəxs əvəzliyidir, adlıq haldadır. Bu da düzgün fikirdir. Təbii ki, modal sözdür, düzgün fikirdir. Sənin yiyəlik halda olan əvəzlikdir, düzgün fikirdir. Əlindəyəm, feildir, indiki zamandadır. Əlindəyəm cümlədə sənin əlindəyəm, cümlədə xəbər mövqeyindədir. Amma burada nitq hissəsi kimi isimdir, feil deyil. Ona görə yanlış cavab E variantı. Biz ancaq gördüyümüz işlərdən danışmalıyıq cümləsində sözlərin morfoloji xüsusiyyəti ilə bağlı bizdən səhv istəyir. Gördüyümüz feili sifətli, bəli, plus mənsubiyyət feili sifət şəkilçisidir. Ancaq ədatdır, bəli, ancaq yalnız məhdudlaşdırıcı ədatdır. Danışmalıyıq, vacib şəklində olan danışmalıyıq. Düzəltmə feildir. Burada bu danışmaq məlum növdədir, vacib şəklində deyir, düzəltmə feil deyir, amma bu məlum növdə olan sadə feil. Sözün kökü danışmaq. Buna görə yanlış cavabımız C-dir. İşlərdən cəm və cəmdə çıxışlı halda olan isimdir. Bu da düzgün fikirdir. Biz şəxs əvəzliyidir, birinci şəxsin cəmindədir. Bu da düzgün fikirdir. Gələk 103-cü testimizə. İbrahim xan xəzinə qayasının üstündə qürurla dayanmışdı. Cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı səhv istəyir. Qayasının üstündə mənsubiyyət hal şəkilçili sözlərdir. Qayasının üstündə, hər ikisində bəli. Qayasının üstü, üstündə. Mənsubiyyət hal şəkilçili sözlərdir. Düzgün fikirdir. İbrahim xan mürəkkəb addır. Bu da düzgün fikirdir. Xəzinə xüsusi isimdir. Adlı haldadır. Xəzinə özündən sonra gələn sözə baxırıq. Mənsubiyyət şəkilçisi işlənib. Deməli, xəzinə adlı halda yox, qeyri-müəyyən yiyəlik haldadır. Yanlış cavabımız C variantıdır. Qürurla düzəltmə tərzi hərəkət zərfidir. Bu da düzgün fikirdir. Dayanmış idi, keçmiş zamanda olan feildir. Bu da düzgün fikirdir. Nəzərə alın ki, uşağın boyu bap balacadır. Buradan yenə morfoloji xüsusiyyətlərlə bağlı səhv istəyir. Bap balacadır. Burada çoxaltma dərəcəsindədir. Yazır azaltma dərəcəsindədir. MPRS ilə düzələn deməli çoxaltma dərəcəli sifətdir. A bəndi yanlışdır. Uşağın isimdir, yiyəlik haldadır. Bu düzgün fikirdir. Ki, yenə cümləni cümləyə bağlayıb aydınlaşdırma tabellik bağlayıcısıdır. Nəzərə alın feildir, əmr şəklindədir, düzgündür. Boyu isimdir, adlı haldadır, düzgün fikirdir. 105-ci testimizdən davam eləyək. Binaların tikilişi xarici texnologiyaya əsaslanacaqdır cümləsində sözlərin morfoloji izahındakı səhv istəyir. Binaların isimdir, yiyəlik hal şəkilçisi qəbul etmişdir. Bəli, isimdir, yiyəlik halda işlənmişdir. Düzgün fikirdir, yanlış istəyir bizdən. Tikilişi düzəltmə isimdir, təsirlik haldadır. Tikməkdən tikilmək, tikiliş, tikilişi. Düzəltmə isimdir, təsirlik yox, mənsubiyyət. Buradakı i mənsubiyyət, çünki yiyəlikdən sonra işlənib. Deməli, bu yanlışdır. 2-ni götürürük. Xarici sifətdir, quruluşca sadədir. Xaricdən xarici sifətdir. Amma quruluşca sadə yox, düzəltmədir. Ona görə bu da yanlışdır. 3-ü də götürürük. Texnologiyalara isimdir, cəmdədir, yönlük haldadır. Texnologiyalar, bəli, yönlük haldadır. Düzgün fikirdir. Əsaslanacaqdır. Əsasdan, əsaslanmaq, acaqdır. Düzəltmə feildir deyir. Gələcək zamandadır, qayıdış növdədir. Bu yanlış fikirdir. Feil deyil. Daha doğrusu feildir. Düzəltmə feildir, düzgündür. Gələcək zamandadır, amma qayıdış növdə yox, məlum növdədir. Yəni burada hansısa qayıdış növün ın şəkilçisindən heç biri yoxdur. Ona görə sualımızın cavabı olacaq 2, 3, 5 E variantı. Gələk 106-cı testimizə. Dil, keçmiş dövrlərin ən ədalətli sənədidir. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı düzgün istəyir bizdən. Dil mücərrət mənalı adlı halda olan isimdir, düzgün fikirdir. Bizdən düzgünləri istəyir. Biri götürürük. Keçmiş təsriflənən feildir, keçmiş zamandadır. Keçmiş dövrlərin, hansı dövrlərin? Buradakı muş feili sifət şəkilçisidir. Burada təsriflənən feil deyil, təsriflənməyən feildir. Yanlışdır. Dövrlərin hal və mənsubiyyət şəkilçili isimdir. Burada deyir ki, lər və in, cəm və hal şəkilçili isimdir. Yəni bu hal mənsubiyyət fikrinə görə bu da yanlışdır. Ədalətli, ədalətdən ədalətli isimdən düzələn sifətdir. Doğru cavab. Ən dəqiqləşdirici ədat yox, qüvvətləndirici ədatdır. Bu da yanlışdır. Deməli olacaq buradan 1, 4. Keçək digər hissəyə də baxaq. Sənədidir. Adlı halda mənsubiyyət və xəbərlik şəkilçisi qəbul etmişdir. Sənədidir. Bu da düzgün fikirdir. Buna görə olacaq 1, 4, 6 E variantı. Ucalmaq üçün ağaca çıxmazlar, ağac əkərlər cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi bizdən istəyir. Ucalmaq məstərdir, təsdiqdədir, sadədir. Ucadan ucalmaq, deməli məstərdir, təsdiqdədir, amma sadə deyil. Burada yanlış fikirdir. Çıxmazlar, gələcək zamandadır, düzəltmədir. Burada çıxmayarlar, yəni burada 3 dənə qrammatik şəkilçi işlənmiş sadə feildir. Ona görə bu da yanlışdır. Ağac adlı halda olan konkret isimdir.
Deməli, bizdən yanlışlar istəyir. Hə, ağac adlı halda olan konkret isimdir. Burada adlı halda deyil. Birinci ağaca sözü yönlük haldadır. Burada da ağacı əkərlər. Feilin qabağındadır, təsriflənən feilin qabağındadır. Ümumiyyətlə, qeyri-müəyyən təsirlik haldadır. İndi 1, 2, 3 olacaq D variantı cavabımız. Baxaq digərlərinə də. 3-ün səbəb məqsəd qoşmasıdır. Bu düzgün fikirdir. Deməli, bizdən yanlışları seçdik. 4 düzgün fikirdə çıxırıq. Əkərlər gələcək zamandadır. Əkərlər gələcək zamanda 3-cü şəxsin cəmindədir. Bu da düzgün fikirdir. Ağaca yönlük halda olan konkret isimdir. Bizdən yanlışları istədi, oldu D variantı. Verilmiş nümunələrdə elə sözü qrammatik cəhətdən nədir? Ardıcıllıqla müəyyən edin. Elə mən də bu saat onu düşünürdüm. Bax, elə burada deməli, məhdudlaşdırıcı ədatdır birinci cümləmizdə. İkincidə sən elə mövzu ismin qabağında gəlib, ismi izah eləyib əvəzlikdir. Yəni, elə homonim olaraq əvəzlik olur, bir də ədat olur. Bir də eləmək feil kimi bəzi məqamlarda düşünə bilərik. Burada bizə əsasən təqdim olunan testlərdə onu ədat ya da əvəzlik kimi verirlər. Burada da yenə biz elə düşünürük, yenə feilin qabağında gəlib, burada da əvəzlikdir. Yəni, ikinci nümunədə deməli, sifəti əvəz edən əvəzlikdir, üçüncüdə feili zərfi əvəz edən əvəzlikdir. Ona görə olacaq ədat, əvəzlik, əvəzlik. Cavabımız olacaq 108-də E variantı. Gələk 109-cu testimizlə davam eləyək. 109-da deyir ki, verilmiş nümunələrdə elə sözü qrammatik baxımdan nədir? Yenə deyir ki, elə nəsihətlərdə qulaq ardına vurmaq olmaz. Burada əvəzlikdir. Fərid barədə hamı elə danışırdı. Yenə əvəzlikdir. Elə mən də burada da məhdudlaşdırıcı ədatdır. Deməli, əvəzlik, ədat cavabımız hardadır? Elə A variantı. 110-cu testdə bunu bayaq necə də ürəkdən oxuyurdun cümləsindəki sözlərlə bağlı bizdən səhvləri istəyir. Bunu sifəti əvəz edən işarə əvəzlidir. Düzdür, bu əvəzliyi əsasən sifəti əvəz eləyir, amma burada bunu ismin hal şəkilçisini qəbul eləyib. Deməli, bu sifəti yox, ismi əvəz eləyib. Biri götürürük. Bayaq zaman zərfidir, bu düzgün fikirdir. Necə də ədatdır, qüvvətləndirici ədatdır. Bu da düzgün fikirdir. Bizdən 110-cu testdə bizdən nə istəyir? Bizdən yanlışları istəyir. Ürəkdən çıxışlı halda olan sadə isimdir. Burada ürəkdən sözündə necə oxuyurdu, nə cür oxuyurdu? Bu tərz hərəkət, daha doğrusu burada üzr istəyirəm, çaşdım. Leksik şəkilçidir. Ürəkdən sözündəki şəkilçi dandan leksik şəkilçidir. Deməli, yanlışları istədiyinə görə bizdən 1, 4-ü götürürük. Oxuyurdun keçmiş zamanda olan feildir. Oxumaq, oxuyur idin, oxuyur idi, oxuyur idin. Burada deməli, keçmiş zamanda yox, indiki zamanda idi hissəci ilə işlənmiş feildir. Bu da yanlış fikirdir. Sualımızın cavabı olacaq D variantı 110-cu testimizdə. Gələk növbəti 111-ci testimizlə davam eləyək. 111-ci testimizlə davam eləyək. Deməli, bəddəki sözlərin morfoloji izahı ilə bağlı səhvi istəyir. Kimdən xəbərin yoxdur, tanıyırsan üzdən məni, sənin oxun tutar ancaq fələk gözdən salsa məni. 3-cü misradakı əvəzlik yiyəlik haldadır. Axırıq burada 3-cü misrada əvəzlik sənin yiyəlik haldadır, bu düzgün fikirdir. 2-ci misradakı əvəzlik təsirlik haldadır, deməli məni, bəli, təsirlik haldadır, bu da düzgün fikirdir. 1-ci misradakı isimlərdən biri çıxışlıq, digəri yiyəlik haldadır. Deməli, burada baxırıq 1-ci misrada içimdən sözü düzdür, çıxışlıq haldadır, amma sənin xəbərin, sənin xəbərin buradakı yiyəlik halda yox, buradakı in mənsubiyyət şəkilçisidir. Ona görə bu yanlışdır. 3-cü misradakı isim adlı haldadır. Deməli, isim burada sənin oxun mənsubiyyət şəkilçisi qəbul edilib adlı haldadır, düzgündür. Nümunədə köməkçi nitq hissəsi də işlənmişdir. Burada baxaq görək varmı? Bəli, burada ancaq. Yəni ki, burada yenə köməkçi nitq hissəmiz var. Ona görə bu da düzgün fikirdir. Cavabımız oldu C variantı. Gələk növbəti 112-ci testimizə. 112-də bizdən nə istəyir? Bəddəki sözlərin morfoloji izahı ilə bağlı bizdən yenə deməli səhv istəyir. Sitəmin düşür yadıma, hər baxanda mən saçıma, deməli, bir yaz günü vidalaşdın, qəm elədin sən saçıma. 4-cü misradakı isimlərdən biri mənsubiyyət və hal şəkilçisi qəbul edib, mənim saçıma, mənsubiyyət hal şəkilçisi qəbul edib, bu düzgün fikirdir. Bizdən yanlışlar istəyir. 2-ci misradakı feil təsriflənməyəndir. Hər baxanda, anda, əndə, bəli, feili bağlama şəkilçisidir, bu da düzgün fikirdir. 3-cü misradakı feil xəbər şəklində məlum növdədir. Deməli, vidadan, vidalaşmaq, vidalaşdı, vidalaşdın deyil. 3-cü misradakı feil xəbər şəklindədir, məlum növdədir, bu da düzgün fikirdir. 4-cü misradakı feil düzəltmədir, xəbər şəklindədir. Baxırıq burada, əldən, eləmək, elədi, elədin, düzəltmədir, deməli, 4-cü misradakı feil düzəltmədir, xəbər şəklindədir, şuhudi keçmiş zamandadır. Bu da düzgün fikirdir. Birinci misradakı isimlərdən biri yiyəlik haldadır. Burada sənin sitəmin, mənim yadıma düşür. Yadıma düşür mürəkkəb feildir. Sənin sitəmin də mənsubiyyət şəkilçili isimdir. Yəni yiyəlik hal yoxdur birinci misrada. Ona görə sualımızın cavabı olacaq E variantı. Gələk növbəti 113-cü testimizlə davam edək. 113-cü testimizdə görək bizdən nə istəyir.
Sürücü dostu telefonla danışa-danışa maşını idarə etdiyi üçün cərimələndi. Baxaq görək nə deyir? Bizdən yenə yanlış fikirlər istəyir. Sonuncu söz tərkibinə görə kök 2 leksik bir qrammatik sxeminə uyğundur. Cərimədən, sözün kökü nədir? Cərimə. Cərimədən cərimələmək, cərimələnmək, cərimələndi. Bəli, bu da bu sxemə uyğundur. Danışa-danışa hərəkətin tərzini bildirsə də cümlənin müstəqil üzvü deyil. Danışa-danışa bəli, burada feili bağlamadır, tərz bildirir, amma cərimələndi, nə səbəbə cərimələndi? Danışa-danışa maşını idarə etdiyi üçün. O da düzgün fikirdir. Bizdən yanlışları istəyir. Sonra keçək C bəndinə. Altından xətt çəkilmiş söz özündən əvvəlki ifadə ilə birlikdə hərəkəti izah edir. Deməli, nə səbəbə cərimələndi? Deməli, danışa-danışa maşını idarə etdiyi üçün. Bu da düzgün fikirdir. Yəni ki, burada bu qoşma səbəb zərfliyi ilə bir yerdədir. Yəni qoşulduğu sözlərlə bir yerdə səbəb zərfliyi mövqeyindədir. Köməkçi nitq hissələri ümumi mənası, qrammatik mənasına görə fərqlidir. Baxaq görək. Burada köməkçi nitq hissəmiz bir la qoşmadır, birgəlik qoşması, bir də üçün qoşmadır. Yəni 2 dənə qoşmamız var. Ümumi qrammatik mənası deyirsə nitq hissələrinə görə demək istəyir. Yəni amma burada hər ikisi qoşma mövqeyindədir. Məna növləri fərqlidir. Ona görə bu yanlışdır. İlk sözü sintaktik cəhətdən 2 cür təhlil etmək olar. Baxaq, sürücü, dostu. Yəni sürücü sözünü bir dəfə cümlədə mübtəda kimi düşünmək olar. Bir də hansı dostu kimi. Yəni təyin kimi də düşünmək olar. Ona görə bu da düzgün fikirdir. Sualımızın cavabı olacaq D variantı. Gələk növbəti 114-cü testimizdən davam edək. Şamxal üst başını çırpıb kəmərini daraltdı cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı bizdən səhv istəyir. Daraltdı feildən düzələn məlum növdə xəbər şəklində olan feildir. Deməli, dardan, daralmaq, daraltmaq, feildən düzəlib, daralmaqdan, daraltmaq, məlum növdə xəbər şəklində olan feildir. Düzgündür. Şamxal adlı haldadır. Xüsusi, sadə isimdir. Bu da düzgün fikirdir. Üst başını x-mənalı sözlərin birləşməsindən əmələ gələn, deməli, x-mənalı sözlərin birləşməsindən əmələ gələn deyir. Sözlərin birləşməsindən əmələ gələn mürəkkəb isimdir, təsirlik haldadır. Təsirlik haldadır, amma üst, baş, əks mənalı demək olmaz. Bunlar yaxın mənalı sözlərin birləşməsindən əmələ gəlib. Yəni ona görə cavabımız C olacaq. Kəmərini sadədir. Mənsubiyyət təsirlik hal şəkilsi qəbul etmişdi. Kəməri, kəmərini, özünün kəmərini. Bu da düzgün fikirdir. Çırpıb feili bağlamadır. Təsdiqdə məlum növdədir. Bəli, çırpıb düzəltdi, çırpıb daraltdı. Bu da yenə feili bağlamadır. Təsdiqdə də məlum növdədir. Düzgün fikir. 115-ci testimizlə davam edək. Onlarla sözünün əvəzlik və say kimi morfoloji xüsusiyyəti ilə bağlı bizdən doğru fikirlər istəyir. Hər ikisinin sualı eynidir. Hər ikisinin deyir sualı eynidir. Baxırıq ki, hər ikisinin sualı bir, məsələn, deyirəm ki, mən onlarla getdim, kim ilə getdim? Bu cümlədə kim ilə sualına cavab verir. Amma sinifdə onlarla şagird var. Burada nə qədər şagird var? Yəni, hər ikisinin sualı bizdən doğrunu istəyir. Eynidir, bu yanlış fikir. Sonra deyir, birini qoşmalı şəxs əvəzliyi, digərini qeyri-müəyyən miqdar sayı kimi başa düşmək olar. Bu düzgün fikirdir. Onlarla getdim, kim ilə getdim? Orada qoşmalı şəxs əvəzliyi olur. Onlarla şagirdlə düzəltmə qeyri-müəyyən miqdar sayı olur. Hər ikisində vurğu eyni hecadadır. Hər ikisində deyir, vurğu eyni hecadadır. Əslində düzgündür bu da. Onlarla. Yəni hər ikisində vurğu bu hissəyə düşür. Bu da düzgün fikirdir. İkisinin də kökü eyni nitq hissəsidir deyir. Birində 10 sayından düzəlib, düzəltmə saydır. Digərində isə o şəxs əvəzliyindən düzəlib. Ona görə də eyni nitq hissəsi olma məqamı yanlışdır. Bu da səhvdir. Hər ikisinin tərkibində köməkçi nitq hissəsi işlənmişdir. Bu qoşma olanda köməkçi nitq hissəsi kimi ilə getdim, amma say olanda o düzəltmə say olur. Orada köməkçi nitq hissəsi işlənmiş olmur. Bu da yanlış fikirdir. Olacaq sualımızın cavabı D variantı. Gələk növbəti 116-cı testimizlə davam eləyək. Görək bizdən nə istəyir. Deməli, duman çəkiləndən sonra bir neçə döyüşçü kəndə tərəf yollandı. Yenə bizdən səhv istəyir. Duman isimdir, çəkiləndən feili bağlamadır. Bax, çəkiləndən burada, çəkiləndən. Çəkməkdən, çəkilmək, çəkiləndən burada feili bağlama yox. Bax, burada baxırıq ki, sonra qoşması işlənir. Qoşma da heç vaxt feili bağlama ilə işlənə bilmir. Demək ki, buradakı an ən feili sifətdir. Yəni bizdən yanlışlar istəyir. Biri götürəcəyik. Sonra zaman zərfidir. Yenə dediyim kimi çıxışlı xaldan sonra gəlib burada sonra qoşmadır. Zərf mövqeyində deyil. İkini götürəcəyik. Sonra bir miqdar sayı neçə sual əvəzliyidir. Bir neçə döyüşçü. Burada bir neçə ümumilikdə deməli qeyri-müəyyən saydır. Ona görə bu yanlış fikirdir. Döyüşçü isimdən düzəlmiş isimdir. Döyməkdən döyüş, döyüşdən döyüşçü. Bəli, isimdən düzəlmiş isimdir. Sualımızın cavabı olacaq. İndi 1, 2, 4-ü tapdıq. Bizdən səhvləri istəyir. Üzr istəyirəm. Səhvləri istəyir bizdən. Baxaq bir dəqiqə burada. Buna bu suala bir də baxaq. Səhvləri istəyirmiş bizdən. Qarışdırdıq bəzi məqamları.
Davam eləyək. Deməli, duman çəkiləndən sonra bir neçə döyüşlük kəndə tərəf yollandı. Duman isimdir, çəkiləndən feili bağlamadır. Biri düz seçmişdik. Hə, bir düzdür. Sonra zaman zərfidir. Orada yenə sonra qoşmadır. İkini düzgün seçdik. Amma bir miqdar sayı neçə sual əvəzliyi ilə yanlış cavab bunlar 1, 2, 3 olacaq. Döyüşçü isimdən düzəlmiş isimdir deyir. İsimdən düzəlmiş isimdir. Döyməkdən döyüş, kökü feildir. Özü isimdən düzəlmiş isimdir. Bu doğru fikirdir. Keçək digər hissəyə baxaq. Görək bizə orada nə deyir. Dəqiqə. Baxaq, buradan davam eləyək. Deməli, kəndə yönlük halda olan isim tərəf istiqamət qoşmasıdır. Baxaq burada. Dəqiqə. Kəndə yerlilik halda olan isim. Duman çəkiləndən sonra bir neçə döyüşçü Aysol kəndə tərəf yollandı. Bu da doğru fikirdir. Ona görə 5-i də çıxırıq. Bizdən yanlışları istədi. 5-i də çıxırıq. 6-da deyir yollandı. İsimdən düzələn keçmiş zamanda olan feildir. Yoldan yollamaq, yollanmaq, yollandı. Kökü isimdir. Özü isimdən düzəlməyib. Yanlış cavab ona görə bu da olacaq. Olacaq sualımızın cavabı 116-cı testdə B variantı. 1, 2, 3, 6. Bizdən yanlışları istədi. 117-ci testimizlə davam eləyək. Təyyarələr durna qatarı kimi, deməli, təyyarələr durna qatarı kimi bir-birinin ardınca düzülmüşdür. Cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı səhv istəyir. Kimi burada bənzətmə qoşmasıdır. Necə? Bənzətmə qoşmasıdır. Bu düzgün fikirdir. Təyyarələr adlıq halda, durna qeyri-müəyyən yiyəlik haldadır. Durnanın qatarı kimi. Bu da düzgün fikirdir. Ardınca, deməli, təyyarələr durna qatarı kimi bir-birinin ardınca. Ardınca art isim ca ədatdır. Bir-birinin ardı ilə. Yəni burada ca qoşmadır. Ona görə 3 yanlışdır. Bir-birinin saydır. Eyni sözün təkrarından yaranmışdır. Deməli, bir-birinin saydır deyir. Eyni sözün təkrarından yaranmışdır. Bu da yanlış fikirdir. Bir-biri burada əvəzlik mövqeyindədir. 3-4 yanlışdır. Düzülmüşdür. Sifətdən düzəlmiş feildir. Keçmiş zamandadır. Burada düzdən düzülmək düzülmüşdür. Bu düz feilindən düzəlib. Düz sifətindən yox. Ona görə sualımızın cavabı olacaq 3, 4, 5 C variantı. 118-ci testimizlə davam edək. Nümunədəki işarələnmiş sözlər morfoloji cəhətdən nədir? Əyri otur, düz danış. Düz sözü hərəkətin qabağında gəlib. Birinci düz sözümüz zərfdir. Düz söz acı olar. İsmin qabağında gəlib sifətdir. Yüzdə qalan düzdə qalar. Burada düz sözü isimdir. Düz evə gedərsən. Ha, burada da ədatdır. Deməli, oldu nə? Zərf oldu, sifət oldu, isim oldu. Zərf, sifət, isim. Axırıncıda da ədat. Zərf, sifət, isim, ədat. Sualımızın cavabı olacaq 118-də B variantı. Gələk növbəti 119-cu testimizlə davam edək. Dostuna öz torpağımızda yetişmiş buğda unundan çörək bişirtdir. Cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı bizdən doğrunu istəyir. Doğrunu istəyir. Deməli, baxaq. Dostuna mənsubiyyət və hal şəkilçisi qəbul etmiş sadə isimdir. Sənin dostun bizdən deməli düzgün fikirlər istəyir. Sənin dostun, mənsubiyyət dostuna. Bu düzgün fikirdir, sadə isimdir. Buğda, çörək, hər ikisi adlıq halda olan isimlərdir. Deməli, buğdanın unundan, bu qeyri-müəyyən, buğda sözü qeyri-müəyyən yiyəlik haldadır, çörəyi bişirtir. Bu da qeyri-müəyyən təsirlik haldadır. Ona görə ikinci fikrimiz yanlışdır. Öz təyini əvəzlik, bu torpağımızda mənsubiyyət və hal şəkilçisi, deməli, mənsubiyyət və hal şəkilçisi qəbul etmiş isimdir. Öz təyini əvəzlikdir, düzgündür. Bizim torpağımız mənsubiyyət və hal şəkilçisi qəbul etmiş isimdir. Bu da düzgün fikirdir. Yetişmiş, keçmiş zamanda olan düzəltmə feildir. Burada yetişmiş buğda, keçmiş zamanda yox. Burada bu yetişmək, belə deyək də, feili sifətdir. Ona görə bu yanlışdır. Keçmiş zamanda olan feil deyil. Bişirtdir, feildən düzəlmiş feildir. İcbar növdədir. Bişməkdən bişirmək, bişirtmək, bişirtdirmək, bişirtdir. Yox, daha doğrusu bişməkdən bişirmək, bişirtmək, hə, bişitdir. Sən bişitdir. Buradakıdır qrammatik şəkilçidir. Deməli, feildən düzəlmiş feildir. İcbar növdədir, əmr şəklindədir. Bu da düzgündür. Olacaq sualımızın düzgün cavabı 1, 3, 5. E variantı. Sonra gələk 120-ci testimizdən davam eləyək. 120-ci testimizdə bizdən nə istəyir? Gürün o tayında hündür qovaqların seyrəldiyi yerdə 5-6 qaraltı göründü. Cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı bizdən səhv istəyir. Göründü düzəltmə məchul növdə xəbər şəklində olan feildir. Göründü məchul növdə deyil. Öz-özünə göründü. Bu qayıdış növdədir. Düzəltmə feildir, amma məchul növdə deyil, qayıdış növdədir. Ona görə biri götürürük. Kürün sadə, xüsusi, yiyəlik halda olan isimdir. Düzgün fikirdir. Hündür, sadə, adi dərəcədə olan sifətdir. Düzgün fikirdir. Seyrəldiyi, düzəltmə, keçmiş zaman mənalı feili sifətdir. Deməli, seyrəldiyi düzəltmədir. Düzəltmə deyir, amma seyrəlməkdən dıq plus mənsubiyyət. Düzəltmə deyil, sadədir. Bax, bu düzəltmə söhbətinə görə bu da yanlışdır, sadədir. 1, 4. 5-6 mürəkkəb, qeyri-müəyyən saydı, qaraltı feildən düzəlmiş adlıq halda isimdir. Burada baxırıq, deməli, 5-6 mürəkkəb qeyri-müəyyən saydı, düzgündür. Qaradan qaralmaq, qaralmaqdan qaraltı adlıq halda olan isimdir. Bu da düzgün fikirdir.
Ona görə bizdən yanlışlar istəyir. Cümlədə əsas nitq hissələrinin hamısı işlənmişdir. Baxaq burada görək əsas nitq hissəsi. Sayımız var, sifətimiz varmı? Hündür sifətimiz var. Zərf yoxdur. Məsələn, bu cümlədə zərf yoxdur. Ona görə bu da yanlış fikirdir. Cavabımız olacaq 1, 4, 6 E variantı. 120-ci testimizin cavabı olacaq E variantı. Keçək növbəti, deməli 121-ci testimizlə davam edək. 121-ci testimizlə davam edək. 121-ci testdə bizdən nə istəyir? 121-də bizə deyir ki, dünən axşamdan başlayan yağış yenə ara vermədən yağırdı. Dünən axşam yenə zaman zərfləridir. Bəli, dünən axşam yenə bunlar zaman zərfləridir. Bu düzgün fikirdir. Yanlışları istəyir. Yağış adlı halda olan düzəltmə isimdir. Təkdədir. Yağmaqdan yağış adlı haldadır. Düzəltməli. Bu da düzgün fikirdir. Yağırdı. İndiki zamanda məlum növdə olan feildir. Yağır idi. İndiki zamanda idi hissəciyi ilə işlənmişdir. Bu da düzgün fikirdir. Ara vermədən hərəkətin zamanını bildirən feili bağlamadır. Hərəkətin zamanını verib bildirən yox, hərəkətin tərzini bildirən. Necə yağırdı, nə cür yağırdı? Bu zaman yox, tərz bildirən feili bağlamadır. Başlayan indiki zaman mənalı düzəltmə feili sifətdir, təsdiqlədir, məlum növdədir. Başdan başlamaq, başlayan indiki zaman mənalıdır, düzəltmə feildir. Bəli, təsdiqlədir. Bu da düzgün fikirdir. Gələk növbəti 122-ci testimizə. Həkim xəstənin alnını aramla ovuşdururdu cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı bizdən səhvləri istəyir. Həkim adlı halda olan isimdir. Bu düzgün fikirdir. Adlı halda olan isimdir. Xəstənin yiyəlik halda olan isimdir deyir, təkdədir. Amma xəstə sözü bilirik ki, sifətdir, isimləşmiş mövqeyindədir. Alnını mənsubiyyət və təsirli hal şəkilçili isimdir. Bu da düzgün fikirdir. Çıxırıq. Aram zərf la qoşmadır. Burada aramla tərzi hərəkət zərfidir. Yəni ki, bu la qoşma deyil. Ona görə 2, 4 səhv cavabımızdır. Sonra ovuşdururdu. Qarşılıq birgəlik növdə indiki zamanda olan feildir. İdi hissəci ilə işlənmişdir. Ovuşdurmaq. Deməli, bu qarşılıq birgəlik növdə yox, məlum növdə olan feildir. İdi hissəciyi ovuşdurur idi. Ona görə bu da səhv. 2, 4, 5 olacaq A variantı sualımızın cavabı. Gələk 123-cü testimizə. Verilən xüsusiyyətlərə uyğun gələn sözü müəyyən edir. Deməli, bizdən nə istəyir? Deyir ki, sadə feildir, düzəltmə isimdir, mənsubiyyət şəkilçili isimdir, kök bir qrammatik şəkilçi, kök bir leksik, bir qrammatik şəkilçili söz kimi düşünülə bilər. Deməli, düşünülə bilər. Baxaq görək hansı sözü istəyir bizdən. Bax, sadə feil deyirsə, gülün sözünü sadə feil kimi düşünmək olar. Amma gülün sözünü düzəltmə isim kimi düşünmək olmaz. Ona görə bu A variantını çıxırıq. Deməli, sadə feil kimi biçin. Əmr şəklində düşünə bilərik. Amma düzəltmə isim kimi də düşünə bilərik. Biçməkdən biçin. Düzəltmə isim kimi düşünə bilərik. Amma mənsubiyyət şəkilçili isim kimi düşünə bilmərik. Sənin biçin deyə bir ifadə işlədə bilmərik. Ona görə B də çıxır. Gələk çəkim sözünə. Düzəltmə sadə feildir. Mən çəkim. Nəyisə çəkib, şəkil çəkim. Bunu belə düşünə bilərik. Düzəltmə isimdir. Çəkməkdən, deməli, çəkməkdən çəki, çəkim. Mənim çəkim mənasında düzəltmə isimdə düşünə bilərik. Mənim çəkim ölçüm mənasında bu mənada da belə deyək də mənsubiyyət şəkilçili isimdə düşünə bilərik. Kök bir qrammatik şəkilçi və kök bir leksik bir qrammatik şəkilçi kimi də düşünmək olar. Deməli, məsəl üçün, mən şəkil çəkim olsa olacaq belə, deməli ki, kök bir qrammatik şəkilçi kimi. Amma bir də deyir ki, kök bir qrammatik şəkilçi və kök bir leksik, buradakı vəziyyətdə də bir leksik bir qrammatik şəkilçi kimi düşünmək olar. Deməli, sualımızın cavabı olacaq C variantı. Digərlərinə baxmağa ehtiyac yoxdur, yəni onsuz da hansısa çatışmayan məqam olacaq. Gələk 124-cü testimizə. Bu sirri bilən, deməli, bu sirri bilən təkcə sənsən. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı bizdən səhvləri istəyir. Bu işarə əvəzliyidir, mübtəda vəzifəsində işlənir. Bu burada hansı sirri bilən, daha doğrusu bu burada bu işarə əvəzliyidir, düzdür. Amma burada hamısı bir yerdə sənsən, bu sirri bilən, hamısı bir yerdə mübtəda vəzifəsində işlənib. Yəni, amma bunu belə deyək də, bunu burada ayrı kimi əslində səhvdir də, yəni bu burada mübtəda vəzifəsində işlənir deyə bilmərik. Bu hamısı bir yerdə feili sifət tərkibinin daxilində mübtəda vəzifəsində. Ona görə bu yanlış cavab olacaq. Sirri isimdir, təsirlik haldadır. Bəli, nəyi bilən, sirri bilən, təsirlik haldadır. Bu düzgündür. Bilən burada feili sifət şəkilçisidir. Tək qoşmadır. Tək burada ayrı yazılıb. Yalnız sənsən, məhdudlaşdırıcı ədaddır. Yanlış fikirdir. Sənsən şəxs əvəzliyidir. Xəbərlik şəkilçisi qəbul edib. Bəli, bu düzgün fikirdir. Sualımızın cavabı olacaq 124-cü testdə 1 və 4. Gələk növbəti 125-ci testimizə. Bizim güvəndiyimiz adam məhz beləsidir. Cümləsindəki sözlərlə bağlı səhvləri istəyir. Bizim mənsubiyyət şəkilçisi qəbul etmiş şəxs əvəzliyidir. Bax, bu yanlışdır. Bizim sözündəki im yiyəlik haldır. Güvəndiyimiz feili sifətdir, düzgündür. Adam adlı halda olan sadə isimdir, düzgündür.
Məhz elə, məhz əsl məhdudlaşdırıcı ədatdır. Daha doğrusu burada yazıb ki, məhz modal sözdür, yanlış yazılıb. 1-4. Deməli, beləsidir, mənsubiyyət və xəbərlik şəkilsi qəbul etmiş əvəzlikdir. Bu da düzgündür. Deməli, 125-ci testimizin cavabı olacaq 1 və 4. Gələk növbəti 126-cı testimizə. Nə deyir bizə? Sənin tələbə yoldaşın Gəncədən qayıtmayıb cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı yenə səhvləri istəyir bizdən. 126-cı testdəki səhvləri istəyir. Baxaq bir dəqiqə. Sənin şəxs əvəzliyidir, yiyəlik hal şəkilsi qəbul etmişdir. Baxırıq sənin, deməli, yoldaşın, sənin tələbə yoldaşın şəxs əvəzliyidir, yiyəlik hal şəkilsi qəbul edib. Bu düzgün fikirdir. Tələbə sadə ümumi isimdir. Deməli, tələbə sadədir, ümumi isimdir, düzgün fikirdir sənin tələbə yoldaşın. Deməli, yazır yoldaşın düzəltmə isimdir, yiyəlik haldadır. Baxırıq ki, burada yoldaşın sözündəki ın sənin, deməli, düzəltmə isimdir, yoldan yoldaş. Düzəltmə isimdir, amma sənin tələbə yoldaşı. Bu yiyəlik halda yox, buradakı ın mənsubiyyət şəkilsidir. Ona görə 3 yanlışdır. Gəncədən çıxışlıq halda olan xüsusi isimdir. Haradan? Gəncədən. Bu da bəli, düzül. Nədir? Çıxışlıq hal şəkilsi qəbul edib, düzdür. Qayıtmayıb feili bağlamadır deyir, amma qayıtmayıbdır. Burada şəxs onluğu artıra bilirik. Buradakı ıb nəqli keçmiş zamandadır. Ona görə cavabımız olacaq 3 və 5. Gələk 127-ci testimizə. Hər kəs bizim dünənki söhbətimizdən danışırdı cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı yenə səhvlər istəyir. Hər kəs qeyri-müəyyən əvəzlikdir, düzgün fikirdir. Bizdən yanlışlar istəyir. Bizim mənsubiyyət şəkilsi qəbul etmiş şəxs əvəzliyidir. Dediyimiz kimi, buradakı im yiyəlik hal şəkilsidir. Ona görə bu səhvdir. Düzəltmə zaman zərfidir deyir. Dünənki düzəltmə zaman zərfidir. Dünəndən dünənki. Kökü zərf də özü düzəltmə sifətdir. Yanlış fikirdir. Sonra söhbətimizdən, bizim söhbətimizdə mənsubiyyət hal şəkilsi qəbul etmiş sadə isimdir, düzgündür. Danışırdı, feildir, indiki zamandadır, danışır idi. Feildir, indiki zamandadır, bu da düzgün fikirdir. Sualımızın cavabı 127-ci testdə sualımızın cavabı olacaq 2 və 3. Gələk növbəti 128-ci testimizə davam edək. 128-də bizdən nə istəyir? Deməli, deyir ki, bəs belə sözü başqasına deyərlərmi? Cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı düzgün fikirləri müəyyən edir. Bəs sual ədatıdır. Bu bizdən deməli düzgün fikirləri istəyir. Bəli, bəs sual ədatıdır, düzgündür. Belə işarə əvəzliyidir. Bu da düzgündür. Belə sözü işarə əvəzliyidir. Sözü mənsubiyyət şəkilçili isimdir. Sözü nəyi? Buradakı i təsirlik haldır. Mənsubiyyət şəkilçisi deyil. Başqasına mənsubiyyət və yönlük hal şəkilçisi qəbul etmiş sifətdir. Başqa, başqası, başqasına. Bu da düzgün fikirdir. Deyərlər düzəltmə feildir, mı ədatdır. Deyərlər sadə feildir. Deyərlər. Düzəltmə feil deyil. Ona görə sualımızın cavabı olacaq 128-ci testimizdə 1, 2, 4. 1, 2, 4. Gələk 129-a. Bəs belə sözü başqasına deyərlərmi? Cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı indi bizdə burada səhv istəyir. Bayaq düzü istəmişdi, indi səhv istəyir. Görək burada nədir? Deməli, bəs sual əvəzliyi dedik. Dedik ki, burada bəs, məgər, yəni, mı, bu sual ədatlarıdır. Bu düzgün, yanlış fikirdir, bizdən yanlışlar istəyir. Belə sifətdir, belə əvəzlikdir. Belə işarə əvəzliyidir. Sifətin yerində işlənib. Ona görə ikində yanlış götürürük. Sözü təsirlik halda işlənmiş sadə isimdir. Sözü. Nəyi? Sözü. Bu yuxarıda da dediyimiz kimi bu düzgün fikirdə götürmürük. Başqasına qeyri-müəyyən əvəzlikdir. Başqa sözü burada sifətdir. Başqa əvəzliyi yoxdur. Başqa qoşması var, bir də başqa sifəti var. Burada da başqasına sifət mövqeyindədir. Ona görə bu da yanlışdır. Deyərlər xəbər şəklində mı ədatdır. Bu düzgün fikirdir. 129-cu testimizin cavabı olacaq 1, 2, bir də 4. Gələk 130-cu testimizlə davam eləyək. 130-da. Bizə nə deyir? Nələr baş verdiyi yazdıqları oxunandan sonra aydınlaşacaq cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı düzgün fikirlər istəyir. Nələr, deməli, sual əvəzliyidir. Bizdən nə istəyir? Bizdən düzgün fikir istəyir 130-cu testdə. Deməli, nələr sual əvəzliyidir? Bu düzgün fikirdir. Baş verdiyi keçmiş zaman mənalı feili sifətli deyir. Bu da düzgün fikirdir. Yəni, dık plus mənsubiyyətindən düzəlmiş düzgün fikirdir. Yazdıqları feili sifətdir təsirlik halda. Deməli, nələr baş verdiyi onların yazdıqları oxunandan sonra buradakı ı, daha doğrusu buradakı ı mənsubiyyət şəkilçisidir. Təsirlik hal şəkilçisi deyil. Ona görə bu yanlışdır. Oxunandan deyir feili bağlamadır, sonra qoşması ilə birlikdə zaman anlayışı bildirir. Yenə burada oxumaqdan, oxunmaq, oxunandan. Buradakı dan çıxışlıq hal şəkilçisidir, amma feili sifətlə işlənib bu. Yəni sonra da qoşmadır. Deməli, feili bağlama ilə yox, feili sifətlə işlənib. Ona görə bu da yanlış fikirdir. Bizdən düzgünlər istəyir. Aydınlaşacaq məlum növdə olan aydından, aydınlaşmaq, aydınlaşacaq məlum növdə olan düzəltmə feildir, düzgündür. Deməli, 130-cu testimizin cavabı olacaq 1, 2 və 5.
131-ci testimizlə davam edək. Nələr baş verdiyi yazdıqları oxunandan sonra aydınlaşacaq cümləsindəki sözlərin morfoloji izahındakı səhvi istəyir. Deməli, bayaq düz istəmişdi, indi yanlış istəyir. Nələr sual əvəzliyidir? Bu bayaq dedik, düzgün fikirdir. Baş verdiyi keçmiş zaman mənalı feili sifətdir, düzgün fikirdir. Yazdıqları feili sifətdir, təsirlik halda. Onların yazdıqları dedik, mənsubiyyət şəkilçisi ilə işlənib, oxunandan feili bağlamadır, yox, feili sifətdir, oxunandan sonra. Bu da yanlış fikirdir. Aydınlaşacaq məchul növdədir deyir, amma burada sözün kökü aydından, aydınlaşmaq. Yəni, heç bir növün əlaməti yoxdur. Ona görə bu məchul növdə yox, məlum növdədir. Sualımızın cavabı olacaq 3, 4 və 5. Gələk 132-ci testimizlə davam eləyək. 132-ci testimizdə bizdən nə istəyir? Bunu bayaq necə də gözəl deyirdi. Deməli, cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı düzgün fikirlər istəyir. Bunu ismi əvəz etmiş təsirlik hallı işarə əvəzliyidir. Bəli, ismi əvəz etmiş təsirlik hallı işarə əvəzliyidir, düzgün fikirdir. Necə deyir, sual əvəzliyidir. Burada necə də gözəl deyirdim. Burada necə sual əvəzliyi yox, qüvvətlendirici ədat mövqeyindədir. Ona görə 2 səhvdir. Bayaq zaman zərfidir, düzgündür. Gözəl sözü gözəl deyirdi. Feilin qabağında gəldiyinə görə sifət yox, zərfdir. Bu da yanlış fikirdir. Düzgünlər istəyir bizdən. Deyirdin xəbər şəklində idi hissəci ilə işlənmiş sadə feildir, düzgündür. Deməli 132-ci testimizin cavabı oldu nə? 1, 3, 5. Gəldik 133-ə. Cəlal gələndən sonra işləri tamamlamalıyıq cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhv istəyir. Cəlal xüsusi isimdir, düzgün fikirdir. Bizdən yanlışlar istəyir. Gələndən feili bağlamadır. Yenə dediyimiz kimi bu feili sifət plus qoşmadır. Yəni burada qoşma var, bu yanlış fikirdir. Sonra qoşmadır, bu düzgündür. İşləri cəm və hal şəkilçisi qəbul etmiş isimdir. İşləri, bəli, cəm və hal şəkilçisi nəyi tamamlamalıyıq? Düzgündür. Tamamlamalıyıq əmr şəklində olan feildir. Burada tamamla, tamamdan tamamlamaq malı məli vacib şəklindədir. Ona görə bu yanlış fikirdir. Sualımızın cavabı olacaq 2 və 5. 134-cü testimizlə davam edək. O azacıq dincələndən sonra həyətə çıxdı. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı, deməli, izahı ilə bağlı səhv istəyir. O şəxs əvəzliyidir, düzgündür. Deməli, vergüldə qoyulub bilirik kim sualına cavab verir. Azacıq kəmiyyət zərfidir. Azacıq dincələndən sonra. Azacıq dincəlmək hərəkətə aiddir. Bu da düzgün fikirdir. Dincələndən sonra zaman zərfidir. Burada yenə dincələndən sonra zaman zərfliyidir. Nə vaxt çıxdı? Dincələndən sonra. Yəni dincəlmək, dincələn zamandan sonra. Elə bil ki, feili sifət plus qoşmadır. Yəni burada ona görə bu yanlışdır. Həyətə deyir yer zərfidir. Yer zərfliyidir. Yəni zərf deyil, yer məzmunlu isimdir. Çıxdı, keçmiş zamanda olan feildir. Bu düzgün fikirdir. 134-cü testimizin cavabı olacaq 3 və 4. 135 ilə davam edək. Şeirdəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı bizdən səhvləri istəyir. Nədir axı bu millətin günahı? Tutsun sizi görün məzlumlar ahı. Şeirdə 2 köməkçi, nitq hissəsi, bir ədat, bir modal söz işlənib. Baxaq görək, nədir axı? Deməli, burada bir ədat işlənib. Görüm də, burada yenə görüm də, deməli, görüm də burada nə deyib? Bizə deyir modal sözdür, amma bu da ədatdır. Ona görə bu modal söz olmasına görə bu yanlışdır. Əmr ədatı mövqeyindədir. Bir yiyəlik 3 adlı halda olan isim işlənib. Deməli, baxaq burada nədir? Axı bu millətin yiyəlik haldadır, günahı adlı haldadır. Tutsun sizi görün məzlum sifətdir. Deməli, ahı da yəni adlı halda olan isimdir. 2 dənə adlı halda isim işlənib. Deyir ki, bir yiyəlik varmı başqa? Burada millətin günahı. Hə, bir dəqiqə. Burada heç yiyəlik hallığı deməli. Burada nədir? Millətin sözü. Bir dənə yiyəlik hal var. Günahı ilə ahı da 2 dənə də adlı hal var. 3 adlı hal yoxdur. Ona görə elə 1 ilə 2 yanlışdır. Hələ ki, şeirdəki feil təsriflənəndir, məlum növdədir, əmr şəklindədir. Deməli, tutsun, bəli, təsriflənən feildir, əmr şəklindədir. Məlum növdədir, düzdür. Əvəzliyi mənaca 3 müxtəlif növü işlənmiş. Deməli, bizdə burada sual əvəzliyimiz var, bu işarə əvəzliyimiz var, sizi də şəxs əvəzliyimiz var. 3 müxtəlif məna növü işlənib, bu da düzgün fikirdir, çıxırıq. Birinci misrada şəxs sonluğu qəbul etmiş söz var. Deməli, nədir? Bax, elə burada nədir sözü? Şəxs sonluğu qəbul etmiş sözdür. Deməli, 135-ci sualda səhv cavablar istəyir, olacaq 1 və 2. Sonra keçək 136-cı sualla davam eləyək. Yenə eyni sualdır. Baxaq görək indi burada nə istəyir. Morfoloji xüsusiyyətlərlə bağlı düzgün istəyir. Nədir axı bu millətin günahı? Tutsun sizi görün məzlumlar ahı. Bir yiyəlik 3 adlı halda. İndi burada düzgünləri istəyir. 136-da düzgünləri istəyir. Bir yiyəlik 3 adlıq bayaq dedik yanlışdır. Ədat işlənmişdir. Burada ədat var. Ona görə 2-ni düzgün cavab kimi götürürük.
Əvəzliyin 2 məna növü işlənmişdir. Bayaq dediyimiz kimi 3 məna növü işlənir. Feil məlum növdə əmr şəklində 3-cü şəxsin təkindədir. Baxdıq, bax burada bu tutsun feili deməli əmr şəklindədir. 3-cü şəxsin təkindədir. Bu da düzgün fikirdir. 2-4. Cəm şəkilçili sifət adlıq haldadır. Məzlumların ahı. Özündən sonra mənsubiyyət şəkilçili söz gəlib adlıqda yox, yiyəlikdə. Deməli, bizdən yenə yanlışları daha doğrusu düzgünləri istədiyinə görə olacaq 2 və 4. 136-cı testimizin cavabı. 137 ilə davam eləyək. Deyir ki, bax imtahana yaxşı hazırlaş ha cümləsindəki sözləri morfoloji izahı ilə bağlı səhvləri bizdən istəyir. Baxaq, bax əmr şəklində olan feildir. Bax burada məsələn desək ki, kitaba bax, orada əmr şəklindədir. Burada cümlənin əvvəlində gəlib əmr ədatıdır. Ona görə səhvləri istədiyinə görə birinci ilə biri götürəcəyik. İmtahana yönlük halda işlənmiş, imtahana yönlük halda işlənmiş mücərrəd isimdir. Bu düzgün fikirdir. Bizdən yanlışları istəyir. Baxaq, davam eləyək. Yaxşı tərz hərəkət zərfidir. Yaxşı hazırlaş. Bu da düzgün fikirdir. Tərz hərəkət zərfi mövqeyindədir. Hazırlaş əmr şəklində olan feildir. Hazırlaş. Hazırdan hazırlaş. Sifətdən düzəlmiş feildir. Ha ədatdır. Fikri qüvvətləndirir. Deməli, bizdən nə istədi? Bir dənə ora qayıdaq. Deməli, bax imtahana yaxşı hazırlaş ha cümləsindəki sözlərin səhvi istədi bizdən. Ha ədatdır, fikri qüvvətləndirir. Orada hama hazırlaş ha, qüvvətləndirici ədat deyil. O orada əmr ədatıdır. Qüvvətləndirmə, deməli, feilimiz əmr şəklində olduğuna görə qüvvətləndirmə yox, əmr ədatıdır. Ona görə cavabımız olacaq 1 və 5. Gələk 138-ci testimizdən davam eləyək. Deməli, bir dön bizim Bakıya bax nümunəsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvləri istəyir, yəni səhvləri istəyir. Deyir, bir müəyyən miqdar sayıdır. Burada biz 2 dön deyə bilmirik. Ona görə buradakı bir ədaddır. Deməli, bir yanlış cavabdır. 138-ci testdə bir yanlış cavabdır. Dön ikinci şəxsdə əmr şəklində olan feildir. Bəli, burada dön əmr şəklindədir. Bu düzgün fikirdir. Bizim mənsubiyyət şəkilçisi deyir. Yenə burada bizim sözündəki im yiyəlik halda. Ona görə 3 yanlışdır. Bakıya yönlük halda olan xüsusi isimdir. Bəli, yönlük halda. Bax, əmr şəklində olan feildir. İkinci şəxsin təkindədir. Bu da düzgün fikirdir. Deməli, yanlış cavab istədiyinə görə bizdə olacaq 1 ilə 3. Sonra 139-cu testimizdən davam edək. Aldadıldığını görən qonşu bu adamla normal münasibətlərinə son qoydu. Cümləsindəki sözlərin morfoloji xüsusiyyəti ilə bağlı yenə bizdən doğrunu istəyir. Doğrunu istəyir. Baxaq görək nədir? Görən modal sözdür. Aldadıldığını görən, burada modal söz yox, bu feili sifət, feildir. Yəni ki, bu doğrunu istədiyinə görə bu yanlışdır. Cümlədə 2 müxtəlif qrammatik məna növünə aid feil işlənmişdir. Yəni, baxaq görək hansı feillər var. Aldadılmaq burada məchul növdədir, kimsə tərəfindən aldadılmaq. Görən sözü məlum növdədir. Deməli, son qoymaq bu da məlum növdədir. Yəni, 3 dənə feilimiz var. Bu da ikisi məlum, biri məchul növdədir. Ona görə 2 qrammatik məna növü bu düzgün fikirdir. Normal ümumi isimdir. Normal sözü, normal münasibət, normal sözü düzəltmə sifətdir. Normadan normal. İsim yox, sifətdir. Bu da yanlış fikirdir. Cümlədə həm feili sifət, həm də sifət vardır. Deməli, aldadıldığını görən, bəli, burada deməli sifət, feili sifət, görən sözü feili sifət var, normal da sifət var. Bax, həm feili sifət, həm sifət var. Bu düzgün fikirdir. Bizdən düzgünlər istəyir. 2-4. Qoşma ilə işlənmiş söz, deməli, qoşma ilə işlənmiş söz adlıq haldadır. Burada qonşu bu adamla, kim ilə? Aysul. Bax, buradakı lalə qoşmadır. Onunla işlənmiş söz də adam sözü də adlıq haldadır. Deməli, cavabımız olacaq 2, 4 və 5. 2, 4, 5. Bizdən nə istəyir? Doğruları istəyir. Keçək 140-cı testimizdən davam eləyək. 140-da deyir ki, deməli, 140-da nə deyir? 140-da deyir ki, sac asıb un əliyib, nehrə çalxalayan hanı? Qoyun quzu qaytarıb, buzov bağlayan hanı? Nümunəsində əsasən doğru fikirlər istəyir. Adlıq halda olan isim yoxdur. Burada baxırıq sacı, deməli bu isim sacı asıb, unu əliyib, nehrəni çalxalayan hanı? Qoyun quzunu qaytarıb, buzovu bağlayan hanı? Adlıq halda olan isim yoxdur deyir. İsim yoxdur deyir. Bu düzgün fikirdir. Yəni hamısı təsirlik haldadır. Təsirlik haldadır. Deməli. Sonra tərz hərəkət zərfləri işlənmişdir. Burada tərz hərəkət zərfləri yoxdur. Zərf yoxdur ümumiyyətlə. Zərf yoxdur. Ona görə bu yanlış fikirdir. İsimlər sadə və mürəkkəbdir. Sac, un sadədir, nehrə sadədir, qoyun quzu mürəkkəbdir, buzov sadədir. Ona görə 3-cü fikrimiz də düzgündür. Feillər təsriflənməyən formalardadır. Deməli, baxırıq, bəli, sacı asıb, unu ələyib, nehrəni çalxalayan, yəni feili bağlama, feili sifət təsriflənməyən formalardadır. 140-da. Deməli, 1, 3, 4 bu düzgündür. 3-cü misrada keçmiş zamanda olan feil işlənib. Keçmiş zamanda olan feil burada yoxdur. Buzovu bağlayan hanı, yəni burada ümumiyyətlə feil yoxdur. 3-cü, daha doğrusu var feili sifətdir. Yəni keçmiş zaman təsriflənən feilimiz yoxdur. Ona görə sualımızın cavabı olacaq 1, 3 və 4.
140-cı testimizə. Davam eləyək 141-ci testimizlə. Görək bizdən nə istəyir. 141-də deyir, tezdən ağ samavara qızıl köz tökən hanı, qıy vurub sürüləri örüşə çəkən hanı. Deməli, sifətlər keyfiyyət bildirir. Baxırıq ki, burada sifətlər keyfiyyət bildirir. Burada tezdən ağ samavara, bax, ağ əlamət bildirir. Qızıl köz, qızıl burada isimdir, sifət deyil ümumiyyətlə. Qıy vurub sürüləri örüşə çəkən hanı. Bir dənə sifətimiz var, sifətlər keyfiyyət bildirir. Bu yanlış fikirdir. Düzəltmə zərf işlənmişdir, tezdən. Tezdən, bəli, zaman zərfimiz var, düzəltmə zərf işlənmişdir. Ona görə 2 düzgün fikirdir. Bizdən nə istəyir? Doğruları istəyir. Zaman və tərzə hərəkət zərfi işlənmişdir. Zaman və tərzə hərəkət zərfi işlənmişdir. Varmı burada? Tezdən zaman zərfi var, amma tərzə hərəkət zərfimiz yoxdur. Ona görə bu da yanlışdır. Feillər təsriflənməyən formalardadır. Tökən feili sifətimiz var, qıy vurmaq, yəni burada da feili bağlamamız var. Təsriflənməyən formalardadır, 4 düzgündür. Təsirlik halda olan 2 isim var. Deməli, baxaq görək, ağ samavara, qızıl közü tökən hanı, qızıl köz qeyri-müəyyən təsirlik haldadır. Sürüləri, deməli, sürüləri örüşə çəkən hanı. Təsirlik halda olan 2 isim var, bu da düzgün fikirdir. Deməli, 141-ci testimizin cavabı olacaq, 141-ci testimizin cavabı olacaq 2 və 2, 4 və 5. 4, 5. 142 ilə davam eləyək. Nümunə ilə bağlı düzgün fikirləri bizdən istəyir. Qoymaram yadları girsin qoyununa, izin ver qolumu salın boynuna. Həm təsriflənən, həm təsriflənməyən feil işlənmişdir. Baxaq burada. Qoymaram təsriflənən feildir. Yadları girsin qoyununa, qolumu salın boynuna. Yəni burada təsriflənməyən feil işlənməyib. Bizdən düzgünlər istəyir. Ona görə birinci fikrimiz yanlışdır. Birinci fikrimiz yanlışdır. Hər üç şəxsin təkinə aid əmr şəklində olan feil var. Mən deməli burada girsin. Üçüncü şəxsin təkinə sən izin ver, mən salım. Bəli, bütün şəxslərə aid, təkinə aid feil vardır. Bu ikinci fikir düzgündür. Feillərin hamısı deyir, məlum növdədir. Qoymaram, girsin, heç bir növün, ver, salım, bəli, hamısı məlum növdədir. Heç bir növün əlaməti yoxdur. Yalnız isim və feillərdən ibarətdir. Deməli, bu da düzgün fikirdir. Səhv eləmirəmsə, burada başqa nitq hissəsi yoxdur. Deməli, görək bir dəqiqə diqqətlə baxaq. İzin ver, qolumu salın boynuna, qoymaram. Hə, burada yox, yad var, yad sifət var. Ona görə 4 yanlışdır. Feillərdən biri gələcək zamanda inkardadır. Baxaq görək. Qoymaram, bəli, qoymayaram mənasında gələcək zamanda inkardadır. Qalanları da deməli əmr şəklindədir, yaxud da əmr şəklindədir qalanlar. Ona görə bu da düzdür. 5-ci fikirdə düzdür. Adlıq, təsirlik, yönlük halda olan isimlər var. Baxaq görək. Deməli, burada adlıq halda olan isim qoynuna yönlük halda var. Qolumu təsirlik halda var. Boynuna yönlük halda var. Adlıq halda ümumiyyətlə yoxdur. Buna görə bu fikirdə yanlışdır. Deməli, 142-ci testimizin cavabı olacaq 2, 3 və 5. Gələk 143-cü testimizlə davam eləyək. 143-cü testimizlə davam eləyək. Deyir ki, bizdən nə istəyir? Deyir ki, o ki, bunu səndən gülə-gülə soruşmuşdu. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhifə istəyir. O şəxs əvəzliyi ki ədatdır. Bəli, ki burada qüvvətləndirici ədatdır. Cümlənin əvvəlində gəlib, bu düzgün fikirdir. Onu sifəsi əvəz edən işarə əvəzliyidir. Sifəti yox, burada hallanıb ismi əvəz edən əvəzlikdir. Səhvdir. Səndən çıxışlıq halda olan sadə isimdir. Bəli, burada çıxışlıq halda olan sadə, isimdir deyir bizə. İsim deyil axı, sən şəxs əvəzliyidir. Ona görə bu bizdən yanlış istəyir. Bu da yanlış fikirdir. 2, 3. Gülə-gülə tərz hərəkət zərfidir. Gülə-gülə zərf deyil. Tərz hərəkət zərfliyidir, amma feili bağlamadır. Gülmək feilindən əmələ gəlib, belə deyək də. 2, 3, 4 səhvdir. Soruşmuşdu, keçmiş zamanda olan feildir. Bu düzgün fikir. Deməli, 143-cü testimizin cavabı olacaq 2, 3, 4. 2, 3, 4. Sonra gələk 144-də yazmaqla, oxumaqla heç işi yoxdur. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı bizdən düzgün fikirlər istəyir. Deməli, baxaq. Yazmaq məstərdir, la qoşması ilə işlənmişdir. Yazmaqla nə ilə? Bu düzgün fikirdir. Ona görə bir dəqiqə düzgün fikirləri istəyir. 144-də bizdən düzgün fikirləri istəyir. Ona görə düzgünü biri götürdük. Biri düzgün kimi götürdük. Oxumaq məstərdir, la qoşması ilə işlənmişdir. Bu da düzgün fikirdir. Deməli, heç qeyri-müəyyən əvəzlikdir. Heç burada, heç ədat mövqeyindədir. Yanlış fikirdir. İşi, onun işi mənsubiyyət şəkilsi qəbul etmiş isimdir. Bu da düzgün fikirdir. 1, 2, 4. Yoxdur, indiki zamanda olan sadə feildir. Bu, yoxdur sözü burada xəbər vəzifəsindədir, amma predikativ sözdür. İsmi xəbərdir. Yəni, indiki zaman şəkilsi falan yoxdur. Ona görə cavabımız olacaq 1, 2 və 4. 144-cü testimizdə.
145-ci testimizdən davam eləyək. 145-ci testimizdə görək bizdən nə istəyir. Deyir, yenə eyni cümlədir. Deyir ki, yazmaq məstərdir. Bayaq doğruları istəyirdi, indi yanlışları istəyir. Yazmaq məstərdir, la bağlayıcısı ilə işlənmişdir. Burada dediyimiz kimi nə ilə? Sualına cavab verir, bağlayıcı yox, qoşmadır. Oxumaq məstərdir, la qoşması ilə işlənmişdir. Deməli, məstərdir, la qoşması ilə işlənmişdir. Nə ilə? Bunu dedik, düzdür. Heç ədatdır, düzdür. İşi təsirlik halda olan isimdir. İşi təsirlik halda olan isimdir. Onun işi təsirlik halı yox. Buradakı i mənsubiyyət çəkilisidir, yanlışdır. Yoxdur, indiki zamanda işlənmiş feildir, yanlışdır. Yəni yanlışları istədiyinə görə olacaq burada cavabımız 1, 4 və 5. Keçək növbəti davamına baxaq. Dəqiqə. 146-cı testimizdən davam eləyək. Deməli, bizə deyir ki, həyəcanı sözə başlayana kimi çəkirdi. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı düzgün fikirləri istəyir. Düzgün fikirləri istəyir. Həyəcanı mənsubiyyət çəkilisi qəbul etmiş mücərrəd isimdir. Onun həyəcanı mənsubiyyət çəkilisi qəbul etmiş isimdir. Düzgünləri istəyir. Ona görə biri götürürük. Sözə yönlük halda olan konkret isimdir. Sözə başlamaq, bu burada mürəkkəb feil vəzifəsindədir. Yəni ona görə sözə başlayana görə, həm də burada belə deyək də, konkret isim kimi də götürmək olar, olmaz bunu, mücərrəd isimdir. Yəni bu yanlış fikirdir. Başlayana feili sifətdir və yönlük hal şəkilsi qəbul etmişdir. Yəni bunu ona görə bu ikini götürmədik. Başlayana feili sifətdir, yönlük hal şəkilsi qəbul etmişdir. Bu burada başlayan, deməli başdan başlamaq, başlayana feili sifətdir, yönlük hal şəkilsi qəbul etmişdir. Bu düzgün fikirdir. Düzgün fikirdir. Götürdük. Kimi qoşmadır, başlayana kimi. Zaman məzmunlu qoşmadır. Bu da düzgün fikirdir. Çəkirdi, keçmiş zamanda olan sadə feildi deyir, amma çəkir idi. İndiki zamanda idi hissəci ilə işlənmiş feildir. Ona görə cavabımız olacaq 1, 3 və 4. 147-ci testimizdən davam eləyək. Bizə yenə eyni cümləni verib və burada artıq bu dəfə səhvləri istəyir. Həyəcanı əşya bildirir və təsirlik hal şəkilsi qəbul etmişdir. Onun həyəcanı təsirlik hal şəkilsi qəbul eləməyib. Buradakı I mənsubiyyət şəkilsi. Ona görə biri yanlış cavab kimi götürəcəyik. Sonra 2-də deyir ki, sözə yönlük halda olan konkret isimdir. Bu da bayaq dediyimiz kimi mücərrəd isimdir. Söz gözünün görünməyən bir varlıqdır. Ona görə bunu da götürürük yanlış fikir kimi. Başlayana feili sifətdir, yönlük hal başlayan, yəni bayaq dediyim kimi yönlük hal şəkilsi qəbul etmişdir. Bu da düzgün fikirdir, götürmürük. Kimi qoşmadır, yönlük halda olan feili sifətə qoşulub. Deməli, yönlük halda olan yenə də başlayan, yönlük halda olan feili sifətə qoşulub. Bu da düzgün fikirdir, götürmürük. Çəkirdi, keçmiş zamanda olan feildir. Bayaq dediyimiz kimi indiki zamandadır. Ona görə sualımızın cavabı olacaq 1, 2 və 5. 147-ci testimizin cavabı. Gələk 148 ilə davam eləyək. Azaltmışıq artıq. Deməli, deyir, sinifdəki gərginlik səy ilə çalışmağımıza mane olurdu. Nümunəsindəki sözlərin morfoloji izahı ilə bağlı bizdən düzgün fikirləri istəyir. Baxaq görək, sinifdəki isimdən düzələn yer zərfidir. Sinifdəki bilirik ki, dakidəki yalnız sifət düzəldir. Yəni bu zərf deyil. Ona görə bizdən düzgün fikirlər istədiyinə görə biri çıxırıq. Gərginlik düzəltmə sifətdən yaranmış isimdir. Gərməkdən gərgin, gərgindən gərginlik. Düzəltmə sifətdən yaranıb isimdir. İkini götürürük. Səy isim lə qoşmadır. Səylə necə çalışmağımıza, burada lə leksik şəkilçidir. Bu yanlış fikirdir. Düzgün istəyir bizdən. Çalışmağımıza mənsubiyyət və deməli, mənsubiyyət və hal şəkilçisi qəbul etmiş. Çalışmağın mənsubiyyət və hal şəkilçisini düzəltmə feildir. Deməli, çalışmaq sözün köküdür. Çalışmaq burada məstərdir. Imız A. Burada mənsubiyyət şəkilçisi var, hal şəkilçisi var, amma düzəltmə deyil. Çalışmaq sözün köküdür. Bu yanlış fikirdir. Ona görə bunu da götürmürük. Sonra gəldik digər hissəyə keçək. Baxaq orada. Deməli, mane olurdu. Xəbər şəklində idi hissəci ilə işlənmiş feildir. Mane olurdu, olur, deməli, olmaq olur idi. Xəbər şəklində də idi hissəci ilə işlənmiş feildir. Bu düzgün fikirdir. Deməli, 148-ci testimizdə cavab olacaq. Bizdən düzgünləri istədiyinə görə olacaq 2 və 5. 149-cu testimizdən davam edək. Dünənki qorxulu hadisə cəsarətli hərəkətlərimizə mane olurdu. Dünənki qorxulu hadisə cəsarətli hərəkətlərimizə mane olurdu. Deməli, bizdən yenə yanlışlar istəyir. Dünənki zərfdən düzəlmiş sifətdir. Bayaq dediyimiz kimi, bəli, zərfdən düzəlmiş sifətdir. Bizdən yanlış istəyir. Ona görə götürmürük. Qorxulu feildən düzəlmiş sifətdir. Deməli, qorxmaqdan düzəlib qorxu, qorxudan qorxulu. Feildən düzəlməyib. Kökü feildir, amma özü isimdən düzəlib. Ona görə bu yanlışdır. İkini götürürük. Hərəkətimizə mənsubiyyət və hal şəkilçili isimdir. Hərəkətimiz, hərəkətimizə mənsubiyyət hal şəkilçili isimdir. Düzgün fikirdir, götürmürük. Mane olurdu. Keçmiş zamanda olan mürəkkəb feildir. Mane olmaq olur idi. Keçmiş zamanda yox, indiki zamandadır. Bu da yanlış fikirdir, götürürük. Cəsarətdən cəsarətli isimdən düzəlmiş sifətdir. Bu düzgün fikirdir, götürmürük. Deməli, 149-cu testdə cavabımız olacaq 2 və 4.
Gələk 150-ci testimizə. 150-də nə deyir? Sən qüdrətin sirrini bilirsən. Nümunəsinə əsasən düzgün fikirləri, yəni bizdən düzgün fikirləri istəyir. Deməli, cümlədə 2 sadə isim var. Cümlədə 2 sadə isim var. Qüdrət sözü sadə isim, sir sadə isim. Bu düzgün fikirdir. Biri götürdük. İsimlərdən biri yiyəlik, digər adlıq haldadır. Qüdrətin yiyəlik haldadır. Qüdrətin sirrini, bu sirri sözü sirrin bilirsən qeyri-müəyyən təsirlik haldadır. Ona görə 2 yanlışdır. Sən şəxs əvəzləyir, adlıq halda işlənib. Bu doğrudur. İsimlərin biri mənsubiyyət şəkilçilidir. Deməli, qüdrətin sirri mənsubiyyət şəkilçisi işlənib, yenə doğrudur. Bu da doğrudur. Bilirsən xəbər şəklində olan düzəltmə feildir, düzəltmə deyil. Bilirsən sadə feildir, indiki zamandadır. Ona görə bu da yanlışdır. Deməli, 150-ci testimizin cavabı olacaq 1, 3 və 4. Gələk 151-ci testimizlə davam eləyək, artıq yekunlaşdırırıq. 151-ci testdə görək bizdən nə istəyir. Baxaq. Deyir ki, deməli bizə verib nümunə, əvvəl gözəllərdə gərəkdir çağlıq, ondan sonra ola sadəlik, ağlıq. Vaqifin qoşmasından bir nümunədir. Baxaq görək nə deyir. Bizə deməli biri yazıb, sol tərəfdən yazıb biri. Sol tərəfdən yazıb biri. Yazır ki, ayrılıqda cümlə üzvü olmur, amma burada əvvəl sözü ayrılıqda cümlə üzvü ola bilir, zərf olur. Yəni zərf mövqeyindədir. Nədənsə sonra çıxışlıq haldan sonra işlənməyib, yəni qoşma deyil, zərfdir. Cümlə üzvü olmur fikri yanlışdır, ona görə bunu götürürük. Bizdən düzgün fikirlər istəyir. Əsas nitq hissəsidir, 2-ni düzgün götürürük, bəli, 2-ni götürürük. Ona görə 2 düzgün fikirdir. Buradan da 2-ni işarə eləyək. Sonra 3'ü yazıb ortada zaman mənası bildirir. Bax, burada da, deməli, burada əvvəl, burada da sonra sözlərini biz müqayisə edirik Venn diaqramında. Burada bax, bu sonra sözü ondan sonra. Ola sadəlik, ağlıq. Burada sonra sözü qoşma mövqeyində, çıxışlıq haldan sonra işlənir. Hər ikisində zaman məzmunu var. Yəni ona görə 2-ni, 3'ü də götürürük, 3'ü də götürürük. 4'də deyir ki, 4'də köməkçi nitq hissəsidir. Bunu təkcə ikinci sonra sözünə aid eləyib, kvadrata aid eləyib. Yəni bu da düzgün fikirdir. İkinci fikir sonra sözü qoşma mövqeyindədir, düzgün fikirdir. 5'də nə deyir bizə? Ayrılıqda cümlənin zərfliyidir. Ayrılıqda cümlənin zərfliyidir. Ayrılıqda qoşma heç vaxt ayrılıqda zərflik ola bilmir. Aid olduğu sözlə bir yerdə olur. Ona görə 151-ci testimizin cavabı olacaq 2, deməli 2, 3 və 4. 152-ci testimizlə davam eləyək. 152, 152 və 153 2 testimiz qalıb. Deməli. Birazdan tələbə 2 fincan çayla qayıtdı cümləsində nitq hissələri ilə bağlı səhifə bizdən istəyir. La bağlayıcı ilə amonimlik xüsusiyyətinə malik olan qoşmadır. Deyir, la bağlayıcı, burada vergülü qoymayıb, ilə amonimlik xüsusiyyətinə malik olan qoşmadır. Bizdən səhv fikirləri istəyir. Burada baxırıq, tələbə 2 fincan çayla qayıtdı. Yox, la bağlayıcı ilə amonimli xüsusiyyət, la bağlayıcı ilə amonimli xüsusiyyətinə malik olan qoşmadır, belə deyilmiş. Burada baxırıq ki, nə ilə qayıtdı? 2 fincan çay ilə qayıtdı. Burada bu düzgün fikirdir, ona görə biz bunu çıxırıq. Bizdən yanlışlar istəyir. Həm sadə, həm mürəkkəb say işlənmişdir. Baxaq görək, sadə sayımız, mürəkkəb sayımız varmı? Deməli. Birazdan burada zaman zərfidir. 2 sadə sayımız var, amma mürəkkəb sayımız yoxdur. Ona görə bu 2 yanlış fikirdir. İsimlər adlıq halda və konkretdirlər. Buradan tələbə adlıq haldadır, konkretdir. Fincan adlıq halda konkretdir. Çay yəni adlıq haldadır, konkretdir. Yəni burada adlıq halda konkretdir. Bu da düzgün fikirdir. Deməli bizdən yanlışlar istəyir. Feil məlum növdə xəbər şəklində 3-cü şəxsin təkindədir. Qayıtmaq məlum növdədir, xəbər şəklindədir, 3-cü şəxsin təkindədir. Bu da düzgün fikirdir. Sözlərdən biri çaxışlıq haldadır. Burada sözlərdən biri çıxışlıq haldadır. Burada bu zaman zərfidir. Yəni bu da yanlışdır. Ona görə sualımızın cavabı olacaq 2 və 5. Eldardan başqa heç kəs öz narazılığını bildirməmişdir. Cümləsində nitq hissələri ilə bağlı bizdən yanlış istəyir. Yəni baxaq görək yanlış hansıdır. Hal şəkilçisi ilə işlənmiş sözlər konkret isimlərdir. Deməli burada baxırıq, Eldardan başqa heç kəs narazılığını bildirməmişdir. Nitq hissələri ilə bağlı səhv fikirlər istəyir. Hal şəkilçisi ilə işlənmiş sözlər konkret isimlərdir. Eldar burada xüsusi isimdir. Burada başqa hal şəkilçili isimlər yoxdur. Yəni ki, Eldardan başqa heç kəs öz narazılığını sözü də daha doğrusu var. Eldar konkret isimdir, amma narazılıq mücərrəd isimdir. Təsirlik halda işlənib. Ona görə birinci fikrimiz yanlışdır. Əvəzliyin 2 məna növünə aid söz işlənmişdir. Eldardan başqa burada heç kəs, deməli heç kəs qeyri-müəyyən əvəzlikdir, öz təyin əvəzlikdir. 2 məna növünə aid söz işlənmişdir. Bu düzgün fikirdir. Feil inkarda məlum növdə xəbər şəklində quruluşca sadədir. Bildirməmişdir. Deməli, bilməkdən bildirmək, bildirməmiş idi. Deməli, inkardadır, məlum növdədir, xəbər şəklindədir, quruluşca sadədir deyir. Amma gördük ki, düzəltmədir. Ona görə 3 də yanlışdır. 1, 3. Başqa sözü cümlədəki yerindən asılı olaraq sifət kimi də işlənə bilər.
Başqa sözü, burada cümlədəki yerindən asılı olaraq sifət kimi də işlənə bilər deyir. Amma, əslində bu düzgün fikirdir də. Burada Eldardan başqa qoşmadır, amma başqa adamlar orada sifət kimi işlənə bilər. Düzgün fikirdir. Həm sadə, həm düzəltmə, həm də mürəkkəb söz işlənmişdir. Burada, heç kəs mürəkkəb sözdür, narazılıq düzəltmə sözdür, Eldar da sadə sözdür. Deməli bu fikir də düzgündür. 153-cü testimizin cavabı olacaq 1 və 3. Çalışdıq ki, bölməni sizinlə tamamlayaq. İnanıram ki, sizlər üçün faydalı olar. Kanalımızı bəyənməyi, rəy yazmağı unutmayın. Sağ olun.